Nümunə haqqında fikirlərdən hansı səhvdir? Kiçik bir damlayam, beşiyim ümman. Bu böyük ümmana neynəyər tufan? Bir anda döndərə bilməz yolumdan, nə o sərt qayalar, nə daşlar mənim. A bəndi. Hecaların sayına əsasən heca vəznində olduğunu demək mümkündür. Bəli, nümunədəki misralara nəzər yetirsək, görərik ki, hər misrada 11 heca var. Deməli, bu fikir doğrudur. B bəndi. Bütün misraların daxili bölgüsü eynidir. Kiçik bir damlayam, beşiyim ümman. Bu böyük ümmana neynəyər tufan? Bir anda döndərə bilməz yolumdan, nə o sərt qayalar, nə daşlar məni. Göründüyü kimi daxili bölgü bütün misralarda 6-5 şəklindədir. Bu fikir də doğrudur. İlk 3 misrada rədifdən istifadə halına rast gəlinmir. Deməli, burada ümman, tufan və yolumdan sözləri qafiyə olduğuna görə ilk 3 misrada rədifin işlənmədiyini əminliklə deyə bilərik. 4. D bəndi. Epitet işlənsə də təşbihə aid nümunə yoxdur. Elə nümunənin birinci misrasındakı kiçik bir damlayam ifadəsi deməli təşbihdir. Ona görə bu fikir yanlışdır. E. Səpkili şeir nümunəsi hesab oluna bilməz, çünki nümunə heca vəznindədir. Deməli, bu fikir də doğrudur. Göründüyü kimi sualımızın düzgün cavabı D bəndi olacaq. Zavyaska haqqında fikirlərdən hansılar doğrudur? 1. Kompozisiya aiddir, yanlışdır. Süjetin mərhələsidir. 2. Süjetin mərhələlərindən biridir. Bəli. 3. Əsərdə hadisələrdə düyün vurulan hissə ilə bağlı anlayışdır. Bəli. Zavyaskada bildiyimiz kimi hadisələrə düyün vurulur. 4. Razvyaskaya termini ilə eyniləşdirilə bilər. Xeyr. Razvyaskada zavyaskada vurulan düyün açılır. 5. Bütün əsərlərdə zavyaskaya rast gəlinir və yanlışdır. Lirik növdə yazılan əsərlərdə təbii ki, zavyaska olmur. Deməli, sualımızın düzgün cavabı 2, 3, yəni A bəndi olacaq. Nümunədə hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir? Günəş dincliyini tapdı Xəzərdə, yürüdü Xəzərdə, çapdı Xəzərdə, ipək saçlarını öpdü Xəzərdə, dəniz gözün aydın, tel gözün aydın. Deməli, günəş dincliyini tapdı Xəzərdə. Günəşin öz dincliyini Xəzərdə tapması. Bu köçürmə, yəni metafor olacaq. Yürüdü Xəzərdə, çapdı Xəzərdə. Xəzərdə sözlərinin bu cür təkrarlanması təkrir olacaq. İpək saçlarını öpdü Xəzərdə. İpək saç ifadəsi. Bu da epitet olacaq. Deməli, sualımızın düzgün cavabı 2 metafor, 3 epitet, 4 təkrir, yəni C bəndi olacaq. Cədvəldəki doğru fikirləri müəyyənləşdirin. 1. Oyunlar kollektiv şəkildə həyata keçirilir. Qarşısında yanlış yazılmışdır, əksinə bu fikir doğrudur. 2. Yanıltmacıların nəzmlə olan nümunələr də mövcuddur. Fikir doğrudur. Qarşısına doğru yazıldığına görə 2-ni götürürük. 3. Sayaçı sözlərində cüt, kəl, öküz kimi adlara çox yer verilir. Bu, holavara aid olan xüsusiyyətdir. Fikir yanlışdır. Qarşısına doğru yazılır. 4. Şifahi ədəbiyyatda A, B, A şəklində qafiyələnən bütün nümunələr bayatıdır. Yanlışdır. Çünki bayatı həm janr, həm də formadır. Yəni, elə nümunələr var ki, bayatı formasında olar, amma bayatı janrında olmaz. Ona görə fikir yanlışdır. Deməli, 4-də götürəcəyik. 5. Nağıllarda əksər hadisələr baş qəhrəman adı ilə bağlı olur. Fikir doğrudur. Qarşısında yanlış olduğuna görə götürməyəcəyik. Deməli, sualımızın düzgün cavabı 2, 4, yəni D bəndi olacaq. Cümlə necə tamamlansa, fikir doğru olar. Nəzmlə yazılmış əsərlərdən fərqli olaraq, nəsrlə yazılmış əsərlərdə A bəndi. Süjetin mərhələlərinə rast gəlinir. Xeyr, nəzmlə yazılmış əsərlərdə də süjetin mərhələlərinə rast gəlinir. B bəndi. Sözlər tələbə əsasən yox, adi qaydada sıralanır. Bəli, nəzmlə yazılmış əsərlərdən fərqli olaraq, nəsrlə yazılmış əsərlərdə sözlər tələbə əsasən yox, adi qaydada sıralanır. Bəli, bu fikir doğrudur. C bəndi. Beyt, bənd kimi anlayışlardan istifadə olunur. Beyt, bənd anlayışı ayrı məsələdir ki, nəzmə aiddir. D bəndi. Bədii təsvir vasitələrinə müraciət olunur. Yanlışdır. Həm nəzm, həm də nəsrlə yazılmış əsərlərdə istifadə oluna bilər. E bəndi. Bədii gülüşə yer verilə bilər. Həm nəzm, həm də nəsrlə yazılmış əsərlərdə bədii gülüşə yer verilə bilər. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Fikir necə tamamlansa doğru olar.
Satiradan fərqli olaraq yumor bədii gülüşün növüdür. Yanlışdır, çünki satira da deməli bədii gülüşün növüdür. B. Müəllifin barışmaz mövqe tutduğu sürətə satiradan fərqli olaraq yumor müəllifin barışmaz mövqe tutduğu sürətə qarşı yaranır təsiri. Tərsinədir, yəni burada yumor yox, satirada müəllif barışmaz mövqe tutur, yəni sürətə qarşı. C bəndi ancaq epik növdə olan əsərlərdə olur. Xeyr, satirada epik növdə olan əsərlərdə ola bilər. D bəndi süjetin bir mərhələsidir, heç bir süjetin mərhələsi deyil. E bəndində deməli yumşaq islah edici gülüşdür. Bəli, deyirik ki, satiradan fərqli olaraq yumor yumşaq islah edici gülüşdür. Bəli, onda fikir doğru olur. Deməli sualımızın düzgün cavabı E bəndi olacaq. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. Mənim imzam Təbriz, Qarabağ, Gəncə. Mənim imzam tarixin yaddaşında. Mənim imzam Qız Qalası əlincə. Mənim imzam Qobustanın daşında. A bəndində anafora və epifora. Nümunəyə baxdığımız zaman deməli epiforanın işləndiyini görmürük. B bəndi yalnız anafora və təşbih. Baxaq. Mənim sözləri deməli əvvəldə işləndiyinə görə bu anaforadır. Təşbih görə nədir? Mənim imzam Təbriz, Qarabağ, Gəncə. Mənim imzam tarixin yaddaşında. Mənim imzam Qız Qalası əlincə. Mənim imzam Qobustanın daşında. Yəni mənim imzam Təbriz, Qarabağ, Gəncədir. Mənim imzam Qız Qalası əlincədir. Yəni görünür ki, burada təşbih işlənmişdir. C-də yalnız inversiya deyir. Mənim imzam Təbriz, Qarabağ, Gəncə. Burada deməli göründüyü kimi söz sırası pozulmayıbdır. D bəndində metonimiya verilmişdir. Burada hər hansı bir metonimiya ad dəyişmək yoxdur. E bəndində isə metafor və inversiya bunların heç biri yoxdur. Deməli sualımızın düzgün cavabı B bəndi olacaq. Fikirlərdən hansı səhvdir? A bəndi. Kompozisiya həyat hadisələrinin əsərdə bir-biri ilə əlaqələndirilməsidir. Doğrudur. B bəndi epiqraf əsərin əvvəlində verilən görkəmli şəxsiyyətlərə aid olan hikmətli fikirdir. Doğrudur. C bəndi epiloq əsərin əvvəlində, proloq əsər sonunda işlənir. Yanlışdır. Epiloq əsərin sonunda, proloq isə əvvəldə işlənir. D bəndi əsərdə təbiətlə bağlı təsvirlər peyzaj adlanır. Doğrudur. E bəndi hadisənin yarıda saxlanaraq başqa bir hadisənin xatırlanması lirik ricət adlanır. Doğrudur. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Uyğunluğu müəyyənləşdirin. 1. Bayatı. 2. Rəvayət. 3. Yanılmac. A. Yalnız nəsrlə yazılır. Rəvayət. Dramatik növün janrıdır. Heç biri. Nəzmlə və nəsrlə yazılan nümunələri var. Yəni, nəzmlə və nəsrlə olan nümunələri var. Söhbət yanılmacdan gedir. Yalnız nəzm formasında olur bayatı. Sonra formasından başqa janrda da istifadə olunur. Bayatı həm forma, həm də janrdır. Deməli, bu da 1-ə uyğun gələcək. 1. D-E, 2. A, 3. C olur sualımızın düzgün cavabı. Bu da E bəndində verilmişdir. Bütün yaradıcılığı boyu yalnız beytdən istifadə edən birinin hansı janrlarda yazmadığını demək mümkündür. Deməli, 1. Qitənin şeir vahidi beytdir. Ona görə 1 təbii ki, ola bilməz. Müxəmməsinin şeir vahidi bənddir. Bəli, ola bilər. Rübai ola bilər. Qəzəl beyt şəklində olur. Ola bilməz. Qəsidə ola bilməz. Çünki bunların şeir vahidi beytdir. Deməli, sualımızın düzgün cavabı 2, 3, yəni B bəndi olacaq. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. Hardasa dil açdı bir çoban neyi, hardasa bir həzin bulaq ağladı. Deməli, hardasa sözlərinin misalın əvvəlində işlənməsi anaforadır. Hardasa dil açdı bir çoban neyi. Çoban neyinin dil açması metafordur. Hardasa bir həzin bulaq ağladı. Həzin bulaq epitetdir. Metonimiya işlənməmişdir, mübaliğə işlənməmişdir. Deməli, sualımızın düzgün cavabı 1, 2, 3, yəni A bəndi olacaq. Şifahi xalq ədəbiyyatı nümunələrinin aid olduğu janrların ardıcıllığını müəyyənləşdirin. Lal dinməz oyundur, qodu nəğmədir, astiyaq isə rəvayətdir. Deməli, sualımızın düzgün cavabı
C bəndi olacaq. Verilənlərdən hansı epizodik surət anlayışının izahıdır? A bəndi. Əsərdə hiss və həyəcanlarına geniş yer verilən surət təbii ki, epizodik surət ola bilməz. B bəndi. Əsərdə fikirləri hər kəs tərəfindən eyni dərəcədə qəbul edilən surət necə epizodik surət ola bilər? C bəndi. Əsərdə ancaq mənfi düşüncələrlə seçilən surət xeyr, müsbət surətdə epizodik ola bilər. D bəndi. Əsərdə hadisələrin inkişafına ciddi təsir göstərməyən surət epizodik surət adlanır. Bəli. E bəndi. Əsərdə irəli sürülən ideyaya qarşı çıxan surət isə mənfi surət, epizodik deyil. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Nümunədə işlənməmişdir. Hirsi yatdı, sustu göylər. Nəfəs aldı, qoca şəhər. Deməli, hirsi yatdı, sustu göylər, inversiya. Göylərin susması metafor. Qoca şəhər epitet. Şəhərin nəfəs alması metonimiya. Göründüyü kimi təşbih işlənməmişdir. Ona görə sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı fikirlər həm rəvayətə, həm də nağıla aid edilə bilər? 1. Epik növün janrıdır. Bəli, hər ikisi. Həm rəvayət, həm də nağıl epik növün janrıdır. 2. Nəzmlə nəslin növbələşməsi əsasında yaranır. Bu xüsusiyyət dastan janrına aiddir. 3. Bir çox nümunələri yer adlarıyla bağlıdır. Xeyr, bu xüsusiyyət rəvayətə aiddir. 4. Tapmacalarla eyni ədəbi növə aid deyil. Yanlışdır, eyni ədəbi növə aid. Yəni, hamısı epik növün janrıdır. 5. Real həyatda baş vermiş hadisələrdən bəhs edən nümunələri var. Bəli. Deməli, həm rəvayətlərdə, həm də nağıllarda biz bunu görə bilərik. Məişət nağıllarında real həyatda baş vermiş hadisələrdən danışılırdı. Rəvayətlərdə də həmçinin bunun olduğunu bilirik. Deməli, sualımızın düzgün cavabı 1-5, yəni A bəndi olacaq. Nümunənin misra daxili bölgüsünü müəyyənləşdirin. Gəlin addımlayaq sıx cərgələrlə, gəlin qabaqlayaq dövrü zamanı. Deməli, gəlin addımlayaq sıx cərgələrlə, gəlin qabaqlayaq dövrü zamanı. Göründüyü kimi nümunənin daxili bölgüsü 6-5 şəklindədir. Ona görə sualımızın düzgün cavabı C bəndi olacaq. Cümlələrdən hansı portretə nümunə göstərilə bilər? Bildiyimiz kimi, bədii portret obrazın sözlə şəklinin çəkilməsidir. Yəni, biz sözlərlə obrazın görünüşü barədə təsəvvür yaradırıq bədii portretdə. A bəndi, taxt palıd ağacından düzəldilmiş, nəfis naxışlar vurulmuş, daş-qaşlar bəzədilmişdir. Yəni, burada hər hansı portret yoxdur. B bəndi, dalğalar sahilə vurur, uşaqların qumun üzərində çəkdiyi şəkilləri silirdi. Təbii ki, portret yoxdur. C bəndi, sevincindən özünə yer tapa bilmirdi. Xəbəri evdəkilərlə bölüşmək üçün tələsirdi. Əhval-ruhiyyə təsviri bəlkə də ola bilər, keçirdiyi hisslər baxımından. D bəndi, hava yavaş-yavaş qaralırdı, hündür çinarlar, evlər güclə seçilirdi. Bədii portret yoxdur. E bəndi, alnında dərin qırışlar vardı. Baxın, alnında dərin qırışlar vardı. Saçlarına düşəndən onu olduğundan daha yaşlı göstərirdi. Göründüyü kimi təsəvvürünüzdə bir insan obrazı canlandı. Deməli, bu bədii portretdir. Ona görə sualımızın düzgün cavabı E bəndi olacaq. Verilmiş fikirlərə əsasən doğru fikri müəyyənləşdirin. Şeirdə bölgünün tələbinə uyğun olaraq bütün sözlərin bütövlüyü qorunmuşdur. Bütün sözlərin bütövlüyü qorunmuşdur. Yəni, bütöv söz prinsipi. Misraların həcmi bərabər tutulmuşdur. Deməli, həmin nümunə hecab vəznində yazılmışdır. Çünki əgər bütün sözlərin bütövlüyü qorunubsa, yəni daxili bölgü bütöv söz prinsipinə əsaslanır. Bunu biz əruz vəzinə və sərbəst yerə aid edə bilmərik. Təbii ki, hecab vəzinə aid olan xüsusiyyətdir. Ona görə sualımızın düzgün cavabı A bəndi olacaq. Nümunədə hansı bədii ifadə vasitələri işlənmişdir? Yandırır dağları, daşları ahı, ya Rəbb, bundan betər pərişan mı var? Deməli, yandırır dağları, daşları ahı. Nə edir? Yandırır, nə ahı? Söz sırası pozuldu. Deməli, bu inversiya. Ya Rəbb, bundan betər pərişan mı var? Sual verdi, cavab gözlənmədi. Bədii sual var. Bir də
deməli, yandırır dağları, daşları ahı, yarə bundan betər pərişan mı var? Bir ahın dağları, daşları yandırması. Bu da təbii ki, şişirtmə, yəni mübaliğədir. Deməli, sualımızın düzgün cavabında inversiya, bədii sual və mübaliğə olmalıdır ki, bu da E bəndində verilmişdir. Xarakter termini hansı bənddə doğru izah edilmişdir? A bəndi. Bir surətin bütün cəhətləri ilə olduğu kimi göstərilməsi xarakter ola bilməz. Bir varlığın əvəzinə başqa bir varlığın adının işlənməsi, bu metonimiyadır. Təbiət təsvirlərinin insan surətləri ilə əlaqələndirilməsi təbii ki, xarakter ola bilməz. Deməli, bədii əsərdə bir surətin başqalarından fərqlənən cəhətlərlə təsvir olunması xarakterdir. Hadisələrin gedişində getdikcə mürəkkəbliyin azalması da təbii ki, süjetin mərhələsinə uyğun gəlir. Göründüyü kimi sualımızın düzgün cavabı D bəndi olacaq. Sual işarəsinin yerinə yazılmalıdır. Epik növün janrıdır. Bütün nümunələri nəsrlədir. Süjet xətti yoxdur. Baxaq, süjet xətti olur daha doğrusu. A bəndində deməli roman yazılıbdır. Romanda bütün nümunələr nəsrli olmur. Ona görə götürə bilmərik. Deməli, povest epik növün janrıdır. Bütün nümunələri nəsrlədir. Süjet xətti olur. Bəli. Poema nəsr məsələsinə görə olmaz. Təmsil bütün nümunələr nəsrlədir. Təbii ki, ola bilməz. Hekayə də həmçinin. Yəni, nəsrlə cavabına görə deməli, bunları götürə bilmirik. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı fikir səhvdir? A bəndi, lətifələr. Satiradan, yumordan, sarkazmdan istifadə olunur. Bəli, fikir doğrudur. B bəndi. Məsələlər. Atalar sözlərinə bənzəyir. Ondan yalnız həcminə görə fərqlənir. Atalar sözləri və məsələlər həcmcə yığcam olan janrdır. Təbii ki, bu fikir yanlışdır. C bəndi, mahnılar. Bu janra aid nümunələrdə həzin duyğular ifadə olunur, ola bilər. D bəndi, şəbihlər. Tamaşanın bir növüdür, dini məzmunda olur, doğrudur. E bəndi, yanıltmaclar. Eyni səslərin, oxşar səslənən sözlərin əvəzlənməsi yolu ilə yaranır. Bu fikir də doğrudur. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Uzun və qısa hecaların bir-birini izləməsi prinsipi əsasında yazılmış bir şeir üçün bütün hallarda doğrudur. Bütün hallarda söhbət əruz vəznindən gedir. Deməli, 1. Bölgü zamanı sözün bütövlüyü qorunmuşdur. Bu xüsusiyyət heca vəzninə aiddir, ona görə 1 götürməliyik. 2. Hansısa bir bəhrdən istifadə olunmuşdur. Bəli, bəhrlər əruz vəzni üçün keçərlidir. 3. Misralarda hecaların sayı eynidir. Xeyr, heca vəzinə aiddir. A, B-A qafiyə quruluşundadır. Burada bütün hallarda dedi. Məsələn, məsnəvi janrında yazılan əsərdə və yaxud da ki, qitə janrında yazılan əsərdə A, B-A qafiyə quruluşu olmaz təbii ki. Misralardan ibarətdir. Adi məsələdir ki, nəzm misralardan ibarətdir. Deməli, sualımızın düzgün cavabı 2, 5 olacaq. Nümunədə hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir? Mən kənddən çıxanda gecə yarı idi. Ay örpək çəkmişdi çöllərin üstə. Heyrətim yolunu azan arı idi. Uyuyub qalmışdı güllərin üstə. Deməli, birdə yazılıbdır inversiya. Gəlin baxaq, nümunədə inversiya işlənmişdirmi? Mən kənddən çıxanda gecə yarı idi. Ay örpək çəkmişdi çöllərin üstə. Nə etmişdi? Deməli, örpək çəkmişdi. Haraya? Çöllərin üstünə. Yəni, sonra uyuyub qalmışdı. Burada da var. Deməli, söz sırası pozulubdur. Deməli, inversiyanı götürəcəyik. 2. Mübaliğə. Mən kənddən çıxanda gecə yarı idi. Ay örpək çəkmişdi çöllərin üstə. Heyrətim yolunu azın. Yəni, hər hansı bir şişirtmə yoxdur burada. Ona görə, deməli, 2 olmayacaq. 3-də metafor verilmişdir. Baxaq. Mən kənddən çıxanda gecə yarı idi. Ay örpək çəkmişdi çöllərin üstə. Ayın çöllərin üstünə örpək çəkməsi, adi məsələ ki, köçürmədir. Deməli, metaforda işlənmişdir. 4-də təşbih yazılıbdır. Deməli, heyrətim yolunu azan arı idi. Heyrətim yolunu azan arı kimi idi? Burada mükəmməl təşbih işlənmişdir. Götürəcəyik. 5. Kinayə. Burada hər hansı bir deməli, sözün zahirən müsbət mənada deyilməsini mənfi ifadə etməsi yoxdur. Yəni, kinayə işlənməmişdir. Ona görə sualımızın düzgün cavabı 1, 3, 4 şəklində olacaq. Hansılar süjetin mərhələsi deyil? 1. Proloq. Bu kompozisiyanın ünsürüdür.
2. Epilog, bu da kompozisiyanın ünsürüdür. 3. Zavyazka, bu süjetin mərhələsidir. 4. Final, süjetin mərhələsidir. 5. Kulminasiya, süjetin mərhələsidir. Deməli, göründüyü kimi sualımızın düzgün cavabı 1, 2 olacaq. Hansı fikirlər təmsil və hekayə üçün ortaqdır? 1. Epik növün janrıdır. Bəli, həm təmsil, həm də hekayə epik növün janrıdır. 2. Həcmcə romandan böyükdür. Xeyr, heç biri nə təmsil, nə də hekayə romandan böyük deyil. 3. Bu janrda hadisə danışılmır, sürətlər olmur. Xeyr, hər ikisində hadisə danışılır, sürətlər olur. 4. Nəzmlə və nəsrlə yazıla bilər. Bəli, həm təmsil, həm də hekayə, həm nəzm, həm də nəsrlə yazıla bilir. 5. Bütün nümunələri bəndlər şəklindədir. Yanlışdır. Biz nəsrlə yazılan nümunələrdə təbii ki, bənd anlayışını görmürük. Ona görə sualımızın düzgün cavabı 1, 4 olacaq. Nömrələnmiş misralara aid fikirlərin uyğunluğunu müəyyənləşdirin. Ulduzlar hərəsi bir nağıl deyir, göydəki ağıllı söz kimi dərin. Deməli, metonimiyaya aid nümunə yoxdur. Nə birinci, nə də ikinci misrada metonimiyaya aid nümunə yoxdur. Ona görə bu orta olacaq. B. Daxilində bədii təzad işlənmişdir. Heç bir misranın daxilində bədii təzad yoxdur. Ona görə deməli B heç birinə uyğun gəlməyəcək. C. Metafor işlənmişdir. Ulduzlar hərəsi bir nağıl deyir. Ulduzların nağıl deməsi insana xas olan xüsusiyyətin ulduzlar üzərindən köçürülməsidir. Deməli 1-ə uyğun gələcək. Sonra təşbih işlənmişdir. Göydəki ağıllı söz kimi dərin. Kimi qoşması var, bənzəyən və bənzədilən var. Deməli, burada təşbih işlənmişdir. Daxilində təkrir işlənmişdir. Heç bir misranın daxilində təkrir yoxdur. Deməli, göründüyü kimi 1C, 2D, 3A şəklində olacaq sualımızın düzgün cavabı. Mətnə əsasən cədvəli doldurun. Deməli, cədvəlin sol üstündə mətnin aid olduğu ədəbi növə aid fikirlər, sağ üstündə isə Nizaminin şeirinin aid olduğu ədəbi növə aid fikirlər yazmaq tələb olunur. Yəni, hərəsinə aid 2 xüsusiyyət yazmalıyıq. Deməli, mətnin aid olduğu ədəbi növ təbii ki, dramatik növdür. Göründüyü kimi burada deməli, dialoqa belə deyək, yer verilmişdir. Ona görə əsər dramatik növə aid olmuş olacaqdır. Deməli, nə yaza bilərik bu əsər haqqında? Əyani göstərmə əsasdır, yəni bu hissəyə əyani göstərmə əsasdır. Hadisələrin təsvirinə yer verilə bilər. Həm nəzm, həm də nəsrlə yazıla bilər, yəni bu növdə olan əsərlər. Süjet xətti olur. Həcmcə, deməli, böyük olması mümkündür. Komediya, dram, faciə kimi janrları var. Remarkadan və personajların nitqindən ibarət olur. Əsərlər səhnəyə qoyulmaq üçün yazılır və s. Yəni, bu dediklərimizdən hər hansı ikisini mətnin aid olduğu ədəbi növə aid fikir kimi yaza bilərik. Sonra, mətnin içərisində Nizaminin şeiri verilmişdir. Deməli, Ozanın dilindən verilən bu hissə, deməli, Nizami Gəncəvinin qəzəlidir, belə deyək. Ay üzlü nigarım, kimə mehman olacaqsan? Bir söylə kimin şəninə şayan olacaqsan? Ən sonda, deməli, getdin, necə bəs tab eləsin hicrə Nizami, o xəstə ikən sən kimə dərman olacaqsan? Deməli, beyt vermişdir ki, bu da həmin o şeirin məqtə beyti olduğunu deməyə əsas verir. Çünki müəllifin adı vermişdir. Buna aid hansı xüsusiyyətləri qeyd edə bilərik? Yəni, bu hissədə deməli, tərənnüm əsasdır. Hadisələr deyil, onların səbəb olduğu hiss və həyəcanlar verilir. Yalnız nəzmlə yazıla bilər, süjet xətti olmur, həcmcə yığcam olur. Sonra qəzəl, qəstə, qitə, rübai və s. kimi janrları var. Sonra lirik əsərlərdə hadisə əvəzinə subyekt önə çıxarılır, obyektə subyekti münasibət ön plana çıxır, ani və qüvvətli həyəcanları məhsul olur və s. Yəni, bu xüsusiyyətlərdən hər hansı ikisini deməli, cədvəlin sağ üstünə yazmaqla sualımızı düzgün cavablandırmaq mümkündür. Tünd hərflərdə verilmiş cümlədə ifadə olunmuş fikir ümumi mənada götürüldükdə hansı bədii təsvir və ifadə vasitəsinin xüsusiyyətlərinə uyğun gəlir? Həmin bədii təsvir və ya ifadə vasitəsini müəyyənləşdirin və mətndən ona aid misra seçərək cədvəli doldurun. Deməli, tünd hərflərlə verilmiş misra sualı verirsə, yoxdur cavabı. Göründüyü kimi bu xüsusiyyət bədii sualın xüsusiyyətidir. Bədii sualda sual verilir, amma cavab olmur.
Buradan isə biz bədii sualın işləndiyi hər hansı bir misranı yaza bilərik. Deməli, ay üzlü nigarım kimə mehman olacaqsan? Bu misranı yaza bilərik. Bir söylə kimin şəninə şayan olacaqsan? Yaza bilərik. Ənbər çətrinlə kimə sultan olacaqsan? Dilbər necə bir bəxtəvərə can olacaqsan? Ey abi həyat sən kimə canan olacaqsan? O xəstə ikən sən kimə dərman olacaqsan? Yəni bu misralardan hər hansı birini deməli nümunə kimi yazmaqla sualımızı düzgün cavablandırmaq mümkündür. Qızıl Arslan surətinə əsasən cədvəli doldurun. Deməli, xarakterində müşahidə olunan cəhət və onun əsaslandırması tələb olunur. Deməli, Qızıl Arslanın xarakterinə xas olan xüsusiyyət kimi nəyə qeyd edə bilərik? Deməli, diqqətlidir. Buna necə əsaslandıra bilərik? Nizaminin sarayda olmadığını başa düşür. Sonra əməyi qiymətləndirir. Xarakter xüsusiyyət kimi yaza bilərik. Əsaslandırma əcəminin əməyini tərifləyir. Sonra qayğıkeşdir yaza bilərik. Əsaslandırma olaraq Gəncəyə gedəndə xəstələnmiş Nizamiyə baş çəkəcəyini deyir. Sonra zövqlü bir insandır deyə bilərik. Şeiri bəyənir, tərifləyir. Yəni bu və buna bənzər xarakter xüsusiyyət və ona uyğun əsaslandırma yazmaqla sualımızı düzgün cavablandıra bilərik.